Həftəlik bürclər, qoçlar, şirlər, oxatanlar, od ünsürlərinin 1 iyundan 8 iyuna doğru nələr gözləyir? Birinci qoçlardan başlayaq. Qoçlar həftənin önlərində, belə deyim də, bir balaca uçurum yaşayacaq. Həftənin əvvəllərində elə bir çökəcəksiniz. Əlinizdə olan hər şey maddi olaraq, mənəvi olaraq itirmiş bir vəziyyətiniz olacaq. Amma daha sonra özünüzü ciddi şəkildə toparlayacaq. Çünki həftənin 3-cü, 4-cü gündən, cümə axşamından deyim, tam başlayaraq qoçlar, belə deyim də, başqa insanların təsirləri, köməkləri, sizə doğru, belə deyim də, fikir düşüncələrindən istifadə edərək birdən-birə güclənmək, elə bil ki, gücsüzləşmiş bir enerjinizi qıraqdan insanlardan alaraq özünüzü aktivləşdirməyi bacaracaqsınız. Həftənin əvvəlləri uğurlu deyil. Həftənin sonlarına doğru pulla, maddiyyatla, işlə bağlı çox böyük şanslarınız əmələ gələcək. Elə bil ki, birdən-birə hər şeyə aktivləşdirəcək gücünüz olacaq. Maddisal dənəyinizi aktivləşdirəcəksiniz. İşlə əlaqədar nə problemləriniz və yaxud da nə donmuş vəziyyət varsa, hamısını gücləndirməyi bacaracaqsınız. Çünki evrənin özünün sizi enerji olaraq, belə deyim də, mənbə olaraq aktivləşdirmə şansı olacaq. Günəş zaten iyun ayından başlayaraq biz bilirik ki, günəşin aktivləşməsi tam olaraq, belə deyim də, od ünsürlərin dövriyyəsini daha da gücləndirəcək. Qoçlar, belə deyim də, 30-dan 70%-ə qədər qalxmağı bacaracaqsınız öz maddisal dəngənizi düzəldərək. Şəxsiyyətlə əlaqədar həmin dəngəni düzəldəcəyinizə inanmıram. Çünki qoçların çoxsu ayrılıq, keçmişdə yaşadığı bəzi nüansların təsirində olacaqsınız emosional olaraq. Bu da doğru gedişat deyil. Ümumi dəyərləndirsə 72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Ən çox da pul, iş, maddiyyatla əlaqədar özünüzü gücləndirməyinizi məsləhət görürəm. Şirlərə gələndə isə şirlər bu həftənin uğurlarından biri sayıla bilərsiniz, amma beyninizdə çox ədalətli olmasını hər şey istəyirsiniz. Hər şeyə məhkəmə quracaqsınız. Sən mənə belə etdin, bu belə oldu, hər şeyi dəyərləndirmə. Yəni bir balaca su ünsürlər kimi özünüzü aparacaqsınız. Emosionallığınız çox olacaq, yorğunluğunuz çox olacaq, yuxu rejiminizi daha da aktivləşdirməyə çalışacaqsınız. Tənbəlləşmiş bir vəziyyətiniz olacaq şirlər, amma bu qədər tənbəl olmağa ehtiyac yoxdur. İstək və enerjilərinizi aktivləşdirsəz, keçmişdən gələcəyə doğru maddisal ala bilmədiyiniz hər bir şey ala bilərsiniz. Edə bilmədiyiniz yolundan istirahətlə əlaqədar edə bilərsiniz. Pul, maddiyyat şanslarınızı əldə edəcək. İş təkliflərinə əlaqədar nə gücünüz çatmırsa, onları hamısını özünüzə doğru aktivləşdirməyə bacaracaqsınız. İstəkləriniz üzərindən 1-ə 5 aktivləşmə bir sferasında olacaqsınız şirlər. Uğurlu bir həftədə 83-84%-ə qədər uğurlu edə bilərsiniz. Sadəcə bu həftə hər kəsin mənə ehtiyac duymasını, hər kəs məni görsün, məni axtarmasını istəməyimiz biraz abartıdır. Biraz şirlər öz emosionallığınızdan çıxmağınız daha yaxşıdır. Elə bir ki, biraz başqa cür düşünəcəksiniz. Şirin egoistliyi, məncinliyindən daha çox saftirik kimi hər şey düşünməyə çalışacaqsınız. Həftənin uğurlarından biri və yaxud da mən belə deyim, birinciləri oxutan sizlərsiniz. Çox ağıllı bir vəziyyətdə pul maddiyyatın idarəsini bacaracaqsınız. Yeni tanışlıqlar edə bilərsiniz. Ətrafınızda olan insanları mükəmməl heyran edib onları dəyərləndirə bilərsiniz. Məntiqi olaraq, danışıq olaraq. Vaxtanlar, yəni bu həftə zamanın idarəsi sizdədir, kapitanlıq sizdədir, məntiq sizdədir. Şəxsiyyətlə əlaqədar həm emosional olub, həm egoist olub, həm özünüzü dəyərləndirmə olacaq. İnsanlarda iz qoyacaq bu həftə ola bilər oxatanlar. Yəni həyatınızda elə bir həftə yaşaya bilərsiniz ki, hələ bir neçə günlər ərzində sizin haqqınızda danışa bilərlər və sizin enerjinizdə ola bilərlər. Çox dərinə gedib parçalamaq istəmirəm. Sadəcə mənim xoşuma gəlməyən nəfəs qida borusundan əlaqədar bir də çanağa doğru oturub qalxanda özünüzü zaten hiss edirsiniz. Qəribə bir ağırlıqlarınız, yarımçıqlarınız olacaq. Onları düzəltməyinizi məsləhət görürəm, amma pulun gəlişi, özünüzü gücləndirməyiniz, ətrafa qarşı danışıqlar hamısı mükəmməl şəkildədir və bundan istifadə etməlisiniz. Gözəl həftə olacaq mütləq şəkildə.